Bu debat tamamıyla hayali bir senaryo üzerinde kurulmuştur. Burada geçmişte yaşanmış İslam'ın kurucusu Mehmet Peygamberle müasir Avrupa'nın simbolik liderlerinden biri olan Angela Merkel arasında fikir mübadilesi təsvir olunur. Məqsəd, fərqli dövrlərin və dəyərlərin toqquşmasını araşdırmaq və dinin müasir dünyaya uyğunluğu barədə fərqli baxışları təqdim etməkdir. Bu xəyali debatda dinin universal qanunları ilə müasir dövrün insan hüquqları və bərabərlik prinsipləri arasındakı gərginlik müzakirə edilir. Fərqli dövrlərdən gələn bu iki şəxs arasında dialoq, müxtəlif baxışların necə toqquşduğunu və insanlığın bu gün qarşılaşdığı çağırışları necə dərk etdiyini göstərmək məqsədi daşıyır. Bu, tarixi və müasir ideyaların xəyali bir görüşüdür. Məhəmməd Peyğəmbər, Angela xanım, mənim dediklərim mənim fikrim deyil. Bunlar Allahın əmridir. İnsanlar Allahın əmrlərinə tabe olmalıdırlar. Çünki bu, hər dövr üçün doğrudur və dəyişməzdir. Angela Merkel, sizin dövrünüzdəki şərtlər başqa idi. Amma bu günlərdə bəşəriyyət bərabər hüquqlara və sülhə can atır. Quranda təbliğ olunan zorakılıq və təzyiq prinsipləri necə əsaslandırılır? Məhəmməd Peyğəmbər, mənim təbliğ etdiyim heç bir şey zorakılıq deyil. Zoraki hərəkətlər yalnız İslamı və müsəlmanları müdafiə etmək üçün olub. Əgər bir toplum haqq yoldan çıxıb, mənə və mənim icmama hücum edirsə, Allahın əmri ilə bu insanlar cəzalandırılmalı idi. Angela Merkel, amma bu müasir dünyada ədalətsizlik yaradır. Bəs qadınların hüquqlarını məhdudlaşdıran qanunlar, yoxsa dini inancı qəbul etməyənlərin öldürülməsi? Bunlar necə müdafiə olunur? Məhəmməd Peyğəmbər qadınlar üçün müəyyən edilən qaydalar onları qorumaq və ailə sistemini gücləndirmək üçündür. Allahın əmrinə qarşı çıxanlar isə cəzalandırılmalıdır. Bu, ədalətdir. Allahın qanunları hər zaman hər kəs üçün doğrudur. Angela Merkel, amma bunlar zorakılıq, istismar və ayrı seçkilik kimi görünür. Sizin dövrünüzdəki zorakı döyüşlər və köləlik müasir dünya üçün qəbul edilməzdir. Bu necə Allahın əmridir? Məhəmməd Peyğəmbər sizin dünyanız mənim dövrümü anlamır. Mənim vaxtımda haqqı bərpa etmək zorakılıq tələb edirdi. Allahın iradəsi budur ki, yanlış yolda olanlar düz yola gətirilsin. Əgər bu qan tökməklə mümkün olurdusa, mən Allahın iradəsini yerinə yetirirdim. Angela Merkel, Allahın iradəsi deyirsiniz. Amma bəşəriyyətin qanı tökülərək zorla düz yola gətirilməsi nə vaxtdan humanist yanaşma olub? Məhəmməd Peyğəmbər, İnsanlar hər zaman yanlış yola meyl ediblər. Mən Allahın Peyğəmbəri olaraq bu yanlış yola mane olmaq üçün hərəkətə keçdim. Allahın əmri mənim üçün müzakirəyə açıq deyil. Angela Merkel, bəs zorakılığın nəticəsi olaraq hələ də insanların hüquqları pozulursa, İslam adına törədilən cinayətlərə nə deyirsiniz? Məhəmməd Peyğəmbər, Allahın əmrləri müqəddəsdir. İnsanlar bu əmrləri səhv şərh edirsə, bu mənim günahım deyil. Mən öz dövrüm üçün ən doğrusunu etdim. Allahın qanunlarını müzakirə etmək insanın ixtiyarı deyil. Angela Merkel, əgər müzakirəyə açıq deyilsə, bəs Allahın qanunları niyə bu qədər təzadlı və qeyri-humanist nəticələrə yol açır? İnsanlıq sülh və ədalət axtarır, zorakılıq deyil. Məhəmməd Peyğəmbər sülh Allahın istəyinə tabe olmaqdan keçir. Kim ki bu tabeçiliyə qarşı çıxır, o öz aqibətinə layiqdir. Mənim təbliğ etdiklərim haqdır və hər kəsə doğru yolu göstərmək üçün lazım olan hər şeyi etdim. Allahın qanunlarını qəbul etməyənlər onun cəzasına hazır olmalıdırlar. Angela Merkel, cənab Məhəmməd, sizə xahiş edirəm Avropada yaşayan müsəlmanlara müraciət edin. Onların arasında oğurluq, qanunsuzluq, cinsi istismar və zorlama halları olmamalıdır. Biz milyonlarla müsəlmana qucaq açmışıq, onlara qalacaq yerlə və səhiyyə xidmətləri ilə təmin etmişik. Hər birinə ayda 455-100 avro müavinət veririk. Lütfən zorakılığa son qoyun. Əgər Avropada yaşayırlar, cəmiyyətimizə inteqrasiya etmələri vacibdir. Hətta bizdən də varlı olan ərəb ölkələri bir müsəlmana sığınacaq vermədi. Məhəmməd Peyğəmbər əsəbləşərək cavab verir. Biz müsəlmanlar Qurandan Allahın hökmündən kənara çıxmırıq. Sizlər ateist, müşrik və bütpərəstsiniz. Allaha şərik qoşursunuz. Biz Avropanı İslam xilafəti edəcəyik. Avropa İslam şəriəti ilə idarə olunacaq. Sənsə Angela, pivə içən bir əxlaqsız cariyəsən. Angela Merkel ağır qərar qəbul edir. Bütün müsəlmanları və Məhəmməd Peyğəmbərini Əfqanistana, İrana və digər İslam ölkələrinə deportasiya edilsinlər.
Dərhal,